Salam, bugün sizinlə Oğuz türklərinin dünyasına bir baş çəkəcəyik. Əlimizdəki mənbələr də elə Kitabi Dədə Qorqud dastanı haqqındadır. Bəli. Bu, sanki qədim bir Oğuz salnaməsi parçaları kimidir. Məqsədimiz də yəni anlamaqdır ki, bu əsər niyə sadəcə dastan deyil, həm də, necə deyim, qiymətli tarixi bir sənətdir. Belədir. Bu əslində Oğuzların ortaq yaddaşıdır. Onların dünya görüşünü, həyat tərzini öyrənmək üçün əvəzsiz bir pəncərədir həqiqətən. Mənbələrdə deyilir ki, dastan 12 boydan ibarətdir, yəni 12 hekayə və ən maraqlısı bu boylardakı hadisələr, yer adları çoxu birbaşa tarixi Azərbaycan torpaqları ilə bağlıdır. Tamamilə doğrudur. Bu əsərin bizim üçün əhəmiyyətini daha da artırır. Elə deyilmi? Bəli. Və bütün bu hekayələrin mərkəzində əlbəttə Dədə Qorqudun özü dayanır. Onun kimliyi ilə bağlı da maraqlı fərziyyələr var. Məsələn, alimlər onun Oğuzların Bayat qolundan olduğunu güman edir. Bilirsiniz, Bayat tayfası Oğuzların böyük qollarından biridir. Hətta bəzi məlumatlar var ki, o Dərbənd ətrafında dəfn olunub. Bayat tayfası da elə o ərazilərdə məskunlaşıb. Hətta Dərbənd qapılarından birinin adı Bayat qapısı olub. Çox maraqlıdır bu əlaqə. Deməli, o sadəcə bir ozan, nağılçı deyil. Qətiyyən, o Oğuzların ağsaqqalıdır, müdrik məsləhətçisidir. Yəni, sözü keçən, hörmətli bir şəxsiyyət. Boyların da müəllifinin məhz o olduğu ehtimal edilir. Bu müdriklik, deyəsən, Oğuzların dəyərlərində də özünü göstərir. Mənbələr deyir ki, qonşularla dinc yaşamağa çalışıblar, Amma yurdlarına göz dikənə də aman verməyiblər. Bəli, öz yurdlarına hücum edən düşmənlərə qarşı çox sərt olublar. Amma döyüşün də öz qaydaları olub deyəsən, məsələn, qara donlu kafirlər adlandırdıqları düşmənlərlə döyüşərkən Hilə işlətməzlər. bəli, hilə yoxdur və təslim olanı bağışlayıblar. Bu çox önəmlidir, yəni igidliklə yanaşı mərdlikdir. Mərdlik ön plandadır. Tamamilə. Bu onların, belə deyək, şərəf anlayışının bir parçasıdır. Və bu dəyərlər təkcə döyüşlə bitmir. Məsələn, anaya münasibət. Ana haqqı, Tanrı haqqı. Mənbələrdə bu ifadə var. Bəli, bu çox güclü ifadədir. Qadına hörməti göstərir. Qonaqpərvərlik də həmçinin. Qonaq Tanrı qonağı sayılıb. Hətta deyilir ki, qonaq gəlməyən evlər yaxşı hesab olunmurdu. Görünür, sosial əlaqələr çox güclü olub. Elədir. Mənbələr həmçinin bir keçid dövrünə də işarə edir. Tanrıçılıqdan, yəni o qədim inanclardan İslam dininə keçid. Və bu keçidin Oğuzlar arasında mənəvi birliyi gücləndirdiyi qeyd olunur. Detalları var. Dövlət idarəçiliyi, təsərrüfat. Bəli, dəvəçilik, bağçılıq, əkinçilik, üzümçülük, bunlar haqqında məlumatlar var. Hətta ticarətdə puldan istifadə edildiyinə dair işarələr də mövcuddur. Bütün bunlar göstərir ki, bu sadəcə əfsanələr toplusu deyil həqiqətən. Məhz buna görə də mənbələr onu ana kitabımız, yazılı yaddaşımız adlandırır. Çünki burada dilimiz var, adət-ənənələrimiz var, tariximiz, coğrafiyamız var. Və ən heyrətlisi, bu hekayələr əvvəlcə şifahi yayılıb, sonra yazıya alınıb. Bəli, əsrlərlə ağızdan ağza keçib. Düşünün, necə bir yaddaş. Və bu yazılı yaddaşın bizə çatan ən məşhur nüsxəsi, o 12 boyu əhatə edən əlyazma, hazırda Almaniyanın Dresden şəhərində saxlanılır. Dresden nüsxəsi. Bəli, onu da deyim ki, bu əsərin əhəmiyyəti o qədər böyükdür ki, 2000-ci ildə Azərbaycanda dövlət səviyyəsində dastanın 1300 illik yubileyi qeyd edildi və UNESCO tərəfindən də. Dünya irsi siyahısına daxil edilib. Tamamilə. Bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınıb. Bu, onun dünya miqyaslı dəyərini təsdiqləyir. Beləliklə gördüyünüz kimi, Kitabi Dədə Qorqud sadəcə qəhrəmanlıq hekayələri deyil, bu, Oğuz türklərinin, yəni bizim əcdadlarımızın həyat tərzini, dəyərlərini, inanclarını, hətta tarixi Azərbaycanla olan dərin bağlarını əks etdirən çox zəngin bir mədəni və tarixi xəzinədir əslində. Bəli, hər şeyi özündə cəmləyir. Və bəlkə də bütün bu söhbətdən sonra sizin üçün də düşünməyə bir mövzu var. Görəsən, əsrlərlə şifahi şəkildə yaşayan bu hekayələr yazıya köçürüləndə hansı dəyişikliklərə uğramış ola bilər? Və bu mətnin qatları arasında bizim toxunmadığımız, sizin özünüzün kəşf edə biləcəyiniz daha hansı dərin mənalar, hansı gizli tarixi işarələr qalmışdır? Bəlkə də əsl kəşflər elə indi başlayır.